1, 2. Olur. Yani eyni giriş, farklı çekmek. Deməli. Göster buradan. Yavaş yavaş göster. Deməli. Yayılma eyni. Burada qıfıllamıram. Burada artık zərbə xarakterləşdi. Oldu. Zərbə əl yuxarıda oldu. Zərbə tenkay. Şur tenkay. Bir dənə də şur tenkay. Göstərə bir də. 1, 2, 3. Aşağı. Ve buradan da gösteri buradan. 1, 2, 3. Diğer sol elim. Nəinki sadece buraya gelir. Yol üstü buradan. Zərbə də vurabilir. Şotenkan. Göster kullan. Ve buradan da çok güzel. Bu vəziyyətə düşsə buradan. Yok sadece böyle tutsa böyle buradan kontrol atar. Yavaş yavaş demek 1, 2, 3. Zərbə. Demək geri qayıtmalıyam. Və mən neyləməliyim? Ya əli buradan belə tutmalıyım, keçməliyim. O keçilməli eləməliyim ki orada hələ də qalmış olsun. Əl çiynindədir. Mən bu sadece buraxıb. Çok sağ ol. Ona göre de bu burada saklamışım. Bak bu el hele de burada dayanır. Buradan hop. Vurdum kestim bu. Mesela buradan 1, 2 hop zərbə. İndi qaydanda zərbə vuran fikri yansın. Və eyni zamanda bu birisi əlim hele de onun qoluyla kontaktdadır. Yəni o belə nəkin o hissələrdə geri çəkəcək ya başqa istiqamətdə vuracaq. Ancaq hələ də kontaktda saxlayıram. Oldu. Və bunu çəkirəm. Bu bir əlim keçdi bura. Hətta bu birisi əlim belə çatdırmazsa tutmalı. Bu artıq buradadır. Keçə bilərəm bura, buradan da kontrol edir. Burada aşağı kontrola. Yəni bizim hər bir hərəkətimiz elə olmalı ki, planın A'nı işləyək. Olmadı A, işləyək B'ni. Olmadı B, işləyək C'ni. Olmadı C, işləyək D'ni. B'ndə həmişə ehtiyat rezerv plan olmalıdır. Bu planların olması üçün də davamlı məşqdə o qədər işləməlisən ki, yatanda da yuxuda kimsə gəlsən, tutub qalxıb işləyə bilir, kravatını qalxıb işləyə bilir. Yəni, bu vərdiş dediyimiz, avtomatizm dediyimiz həmin o A. Yəni, sadəcə olaraq bir dəfə, iki dəfə eləyim, mən bunu bildim, deyirsinizsə deməli, heç nə bilmirsiniz. Və mən özüm deyirəm ki, mən heç nə bilmirəm. Ona görə də sizə nisbətdə nəsə bilirəm. Çünki elə yanaşıram ki, mən heç nə bilmirəm. Bu öz güvənsizlik deyil, ha. Bu həm təvəzzökarlıqdır, həm də ki, bilginin, elmin nə qədər böyük olduğunun yansımasıdır. Onun sonunda mən heç nə bilmirəm. Bütün bilik dünyasının qarşısında mən heç nə bilmirəm. Belə yanaşanda artıq beyin daha çox öyrənməyə çalışır ki, öyrənəcəm, biləcəm, mən də öyrənməliyəm, özümü doğrultmalıyam. Amma deyəndə ki, mən akademikam, mən professoram, mən hər şey bilirəm. Artıq inkişaf dayanır. Və onda degradasiya başlayır, ego qalxır, təkəbbür, təvəzzökarlığın yerini alır və s. Başqa dəyişikliklər baş verməyə başlayır. Ona görə də çalışın ki, məşqlərinizi davamlı stabil edin ki, bütün bu hərəkətləriniz təbii və avtomatik almasın. Heç biri düşünülməməlidir. Deməli, bir göstərir. 1, 2, 3. Sağ əl burada. Sol əl gəlir, hop, kömək edirsiniz. Və gəlir buna yerini alır. O birisi əlini, qolunu götürür. Deməli, 1, 2, 3. Sol əl gəlir, hop. Və buradan da çəkirik aşağıya doğru. Bir dənə də buradan 1, 2, 3. Hop, zərbə. Çəkdik və kontrol. Deməli, burada iki məqam var. Sürətli işlədikdə şu tenkranı demək olar ki, tam formada həyatı keçirir. Sanki orada görsən ki, tenkaysa, sol eləmiş kimi görürsən. Sürətli olanda texnikalar bəzən hərəkətdən ixtisara uğraya bilər, situasiyadan asılı olaraq. İlla ki, mən fundamenti düzələcəm deyə texnikanı para verib, öz-özü təhlükə etmək lazım deyil.
Nəticədə real IQ-nun məqsədi sizi qorumaqdır, özünü müdafiə texnikalarını sizi qoruya bilməkdir. Yəni bizim məqsədimiz odur. Zalda imtahan verəndə başqa düşürəm texnikanı ki, ustadlar görsün ki, mən texnikanın kökünü düz bilirəm, gələcəkdə ki, məsələ lazım olduğunu göstərə bilərəm, öyrədə bilərəm, yəni özümdən sonra tələbəli yetişdirə bilərəm. Çöldə isə o tamamən dəyişir, sən dərslikdə eləmədiyi şapalağı belə qoyursan, yumruğu belə qoyursan, lazım olur gözlə belə parmaqlara basırsan ki, o situasiyadan çıxarsın. Yəni, ekstremal situasiya tamam ayrı söhbət. Deməli, göstərik. 1, 2, 3. Gəl. Giversiyonu biz yukarı eli yerinde kalır. Ben bir balığı çəkirəm və geri çönürəm, o düşür. Bu, texniki variantda belə ola bilər. Uçenli variantda 1, 2, 3. Bu ayak buradadır. Geldi. Uşu tenkan, tətbiq variant, başqa dərslik variant. Aşağıya doğru uşu tenkan, bir dənə uşu. Sonra da fırlatdı, kontrol. İndi biz onsuz tətbiqi yox, proqram variantını işləyəcəyik. Ona görə də uşu tenkan addımından işləyir. Yaxşı, ehtiyatla işləyək.